Dostlar, hər birinizi salamlayıram. Bugünkü videoda sizi dünyanın ən sərin, ən sərt və ən heyrətamiz coğrafiyalarından biri olan Qronlanda aparıram. Burası bəzən dünyanın sonunda bir ada, bəzən isə buzun padişahlığı kimi təsvir olunur. Sanki başqa planetdir. Qütb küləkləri, yüz illərdir dəyişməyən fiordlar, nəhəng iceberglər və yalnız təbiətlə baş-başa yaşayan insanlar. Bu videoda Qronlandın tarixindən tutmuş, bugünkü həyatına, iqlim dəyişikliyinin təsirlərindən iqtisadiyyatına, Inuit mədəniyyətindən qütb aylarına qədər hər şeyə toxunacaq. Siz də əyləşin, özünüzü isti saxlayın və dünyanın ən soyuq torpaqlarına səyahətimizə başlayaq. Qronland harada yerləşir? Qronland Şimali Atlantik və Arktik okeanlarının kəsişməsində yerləşən nəhəng bir adadır. Dünyanın ən böyük adasıdır, amma qitə sayılmır. Coğrafi mövqeyi onu həm Avropaya, həm də Şimali Amerikaya yaxınlaşdırır. Adanın qərb sahilləri Kanadaya doğru uzanır. Şərq hissəsi isə Atlantik okeanına açılır. Bu unikal mövqe Qronlandı həm stratejik, həm də ekoloji cəhətdən çox vacib edir. Burada bütün il boyu qaranlığın və işığın mübarizəsi gedir. Qışda aylarla gün çıxmır, yayda isə gün batmır. Arktikanın sərt iqlimi və daimi buzlaqları bu torpağı xüsusi bir yerə çevirir. Qronland adının mənası nədir? Yaşıl torpaq. Niyə? Qronland adı Danimarka dilində yaşıl torpaq deməkdir. Ən çox verilən suallardan biri budur. Buzla örtülü ada necə yaşıl torpaq adlana bilər? Tarixçilərin fikrinə görə, Vikinglər buraya ilk gəldikdə sahil əraziləri daha yaşıl, daha əlverişli olmuşdu. Eyni zamanda Erik the Red adlı Viking öz xalqını bura cəlb etmək üçün ada adını qəsdən cəlbedici seçmişdi. Amma reallıqda Qronlandın 80% yaxın hissəsi buzla örtülüdür. Yalnız cənub və sahil zolaqlarında, yay aylarında yaşıl təbiət görmək mümkündür. Tarixə qısa baxış. Qronlandda ilk insan məskənləri 4500 il bundan əvvəl meydana çıxıb. Bunlar paleo, Eskimo mədəniyyətinə aid idi. Daha sonra Thule xalqı, yəni bugünkü Inuitlərin əcdadları adaya köçdülər. 11-ci əsrdə Vikinglər burada məskunlaşdı. Lakin sərt iqlim və təcrid nəticəsində onların koloniyaları yox oldu. 1721-ci ildə Danimarka burada rəsmi nəzarət qurdu və o vaxtdan bəri Qronland Danimarka krallığının tərkib hissəsidir. 1979-cu ildə isə muxtariyyət verildi. Bugün Qronland öz daxili idarəçiliyinə malikdir. Amma müdafiə və xarici siyasət Danimarkanın nəzarətində qalır. Buzlaqlar və Arktikanın ən önəmli əraziləri. Qronland buzları dünyanın Antarktidadan sonra ikinci ən böyük buz kütləsidir. Yer üzündəki şirin suyun təxminən 7%-i buradadır. Buzların qalınlığı bəzi yerlərdə 3 kilometrə çatır. Bu nəhəng buz örtüyü həm planetin iqlimini tənzimləyir, həm də okean səviyyələrinə ciddi təsir edir. Əgər Qronland buzlaqları tam ərisəydi, dünya okean səviyyəsi təxminən 7 metr qalxardı. Ona görə də alimlərin gözü daim bu ada üzərindədir. İqlim dəyişikliyi və təhlükə. Son illərdə iqlim dəyişikliyi Qronland üçün real təhlükəyə çevrilir. Buzlaqların ərimə sürəti rekord həddə çatıb. Yalnız son 20 ildə 10 milyardlarla ton buz yoxa çıxıb. Bu qlobal səviyyədə daşqınlara, hava axınlarının dəyişməsinə və ekosistemin pozulmasına səbəb ola bilər. Qronland sakinləri də bu dəyişiklikləri hiss edir. Bəzi balıq növləri yox olur. Bəzi heyvanların miqrasiya yolları dəyişir. Inuitlərin ənənəvi ov üsullarına belə təsir edir. Təbiət, iceberglər, fiordlar və qütb ayları. Qronland dünyanın ən möhtəşəm iceberglərinə ev sahibliyi edir. Bütün fiordlar boyunca buz dağları sakitcə okeana doğru sürüşür və möhtəşəm görüntülər yaradır. Qütb ayları
adanın simvoludur. Amma onlar yalnız şimal və şimal-şərq bölgələrində yaşayır. Burada həmçinin qütb tülküsü, mus öküzləri və yüzlərlə unikal quş növü var. Yay aylarında tundra çiçəklərlə örtülür və inanılmaz bir mənzərə yaranır. Qronlandın insanları və mədəniyyəti. Qronland əhalisinin böyük hissəsi Inuitlərdir. Onların dili Kalaallisut adlanır və Danimarka dili ilə yanaşı rəsmi dildir. Inuit mədəniyyəti qədim ənənələrə əsaslanır. Balina və sələm balığı ovu, xəz geyimləri, qayıq hazırlama sənəti, naxışlı maskalar və heykəlciklər bu mədəniyyətin ayrılmaz hissəsidir. Bu xalq sərt iqlimə uyğunlaşma bacarığı ilə tanınır. Qronlandın paytaxtı Nuuk. Nuuk həm Qronlandın ən böyük şəhəridir, həm də mədəniyyət mərkəzidir. Burada 19.000-ə yaxın insan yaşayır. Şəhərdə universitet, muzey, parlament binası və müasir liman var. Nuukda həyat sakitdir. İnsanlar qaranlıq qış gecələrinə, uzun yay günlərinə, dəniz küləyinə və balıqçılıq mədəniyyətinə alışıb. Şəhər kiçik olsa da internet infrastrukturu güclüdür. Qronlandın ümumi əhalisi təxminən 56.000 nəfərdir. Bu dünyanın ən az sıx məskunlaşmış bölgələrindən biridir. Şəhərlərdə yaşayış var, lakin adanın mərkəzi hissəsi buzla örtülü olduğundan insanlar yalnız sahil boyunca yaşayır. Əhalinin böyük əksəriyyəti gəncdir, amma son illərdə miqrasiya səbəbilə əhali azalır. Qronland iqtisadiyyatının əsasını balıqçılıq təşkil edir. Xüsusilə sələm balığı və karides ixracda böyük paya malikdir. Buzlaqların əriməsi, yəni yeni balıq növlərinin gəlməsinə səbəb olur. Bu da iqtisadi imkanlar yaradır. Digər sektorlar arasında turizm, madən sənayesi və təmiz enerji var. Qronlandın altında nadir torpaq elementləri, uran, dəmir filizi və digər minerallar mövcuddur. Bu səbəblə Çin, ABŞ və Avropa ölkələrinin burada maraqları böyükdür. Lakin əhali ətraf mühit narahatlığı səbəbilə bəzi layihələrə qarşı çıxır. Qronlandda yol şəbəkəsi demək olar ki, yoxdur. Şəhərlər bir-birinə yollarla bağlı deyil. İnsanlar hava yolu, gəmi və ya helikopterlə səyahət edir. Bu dünyanın ən unikallardan biri olan nəqliyyat sistemidir. Qışda qar skuterindən, yayda isə qayıqlardan istifadə edilir. Inuit mətbəxi daha çox heyvani züzala əsaslanır. Balina, sələm balığı, maral, mus öküzü və qütb dəniz məhsulları əsas yeməklərdəndir. Məşhur yeməklərdən biri mattak. Balina dərisidir. Bu qida Arktika şəraitində bədəni isti saxlayan omega yağları ilə zəngindir. Qronlandda məktəb sistemi Danimarka modelinə əsaslanır. Əgər maraqlanırsınızsa, keçib Danimarka videomuza da baxa bilərsiniz. Universitet Ilisimatusarfik Nuukda yerləşir. Burada antropologiya, təbiət elmləri, dil və mədəniyyət üzrə təhsil verilir. Sosial həyat sakit təbiətlə iç-içədir. Qronlandda qış aylarında gün aylarla doğmur. Bu dövrə polar night deyilir. Yayda isə əksinə gün batmır. Midnight sun. Bu ekstrem gün işığı şəraiti insanların psixologiyasına və gündəlik həyatına təsir edir. Qronland turizmi qeyri-adi təcrübələr təklif edir. Iceberglər arasında gəmi turları, şimal işıqları, buza dırmanma, qütb ekspedisiyaları və Inuit kəndlərinə səfərlər. Buraya gələn turistlər planetin ən toxunulmamış təbiətini görür. Əriyən buzlar Arktikanın strateji əhəmiyyətini arttırır. ABŞ, Rusiya, Kanada və digər ölkələr bölgədə daha aktivdir. Qronlandda bu mənzərədə önəmli rol oynayır. Çünki Arktika sərhədlərinin bir hissəsini təşkil edir. Danimarka, ABŞ bazası olan Thule Air Base də burada yerləşir.
Son illərdə Qronland özünü idarə etməni artırmaq istəyir. Əhali arasında gələcəkdə tam müstəqillik arzusu var, lakin iqtisadi asılılıq olduqca böyükdür. Balıqçılıqdan kənar sektorlar hələ də tam güclü deyil. Qronland həm qədim, həm təcrid olunmuş, həm də fövqəladə dərəcədə gözəl torpaqdır. Burada həyat təbiətlə qarşı-qarşıyadır. Bu torpaqlarda həm insanın dözümlülüyünü, həm də planetimizin gələcəyini görmək mümkündür. Qronland bizə göstərir ki, dünya nə qədər dəyişsə də, bəzi məkanlar zamanın axışına meydan oxumağa davam edir. Dostlar, bura kimi. Bu cür maraqlı ölkələri birlikdə kəşf etməyə davam etmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Növbəti səyahətdə görüşərik. Gəlin dünyanı birlikdə tanıyaq. Sağ olun və Allah amanında qalın.